Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebu'l Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. Ve ala ehli beyti tayyibin tahirin ve la'netullahi ala a'daihim ecma'in. Qalan nebi sallallahu aleyhi ve aleyhi ve sellem utlubul ilmə vələv fissin. Hörmətli Azərbaycanlı bacı qardaşlarımı salamlayıram və çox şadam ki, bu verilişdə də sizinlə birgəyəm və sizə əvvəlcədən təşəkkür edirəm ki, öz dəyərli vaxtınızı ayırıb bu verilişə baxırsınız və Azərbaycanın İslam alimləri barəsində bilmək istəyirsiniz və sizdən də çox xahiş edirəm ki, öz gələcək nəsillərimizə eşitdiyimiz məlumatları çatdıraq və bu veriliş barəsində digər bacı qardaşlarımıza da məlumat verək. Onlar da bu verilişlərə baxaraq Azərbaycanın böyük mütəfəkkir İslam alimləri barəsində bilsinlər və o şəxsiyyətlərin zəhmətləri, İslamın bu günə gəlib çatması üçün çəkdiyi zəhmətlər barədə bizim də, necə deyərlər, bir xidmətimiz olsun. Hər verilişdə olduğu kimi bu verilişimizdə də elm barəsində, alim barəsində bəzi Allah Taala'nın Quranda buyurduğu gözəl ayələrdən və Peyğəmbərimizin nurlu kəlamlarından sizin nəzərinizə çatdırdıq. Bu günlərdə qısa bir hədisi deyərək alimlərimizin bəziləri barəsində sizi məlumatlandıracaq. Peyğəmbərimiz buyurur: "Utlubul ilmə vələv fissin." Tərcüməsi budur. Elmi öyrənin, elm kəsb edin, elm dalıcan gedin, hətta Çində də olsa. Yəni o günkü günlər, bəlkə bu hədisin izahında belə demək olar. O günkü gün İslam dünyasının mərkəzi Ərəbistan yarımadası idi. Yəni peyğəmbərliyə çatanda, yəni nübüvvətə çatan zaman əvvəllər o günkü ilk İslam dünyasının, İslamın ilk dövrlərində Ərəbistan yarımadasından təbliğ başlandı və müsəlmanlar Ərəbistan yarımadasında yaşayırdılar. Demək olar Çin İslam dünyasında, yəni Ərəbistan yarımadasından uzaq bir məsafədə olduğuna görə Çini buyurur Peyğəmbərimiz. Yəni elmi öyrənin, hətta Çində də olsa. Yəni bu demək deyir ki, yalnız Çində. Yəni hər yerdə olsa elm öyrənməyə gedin, elmin arxasıcan olun. Elm özü bir dəyərli bir şeydir. Peyğəmbərimiz bizi nə edir? Elmə dəvət edir. Bəs buradan Peyğəmbərin bu gözəl sözündən bu məsələ aydınlaşır ki, əvvəllər, yəni kommunist dövründə belə bir təbliğ olunurdu ki, İslam dini elmin əleyhinə olan bir dindir. Dindar olan şəxs elmdən, zamandan geridə qalmış olur. Amma belə deyir. Bu hadisdən biz öyrənirik ki, Peyğəmbərimiz buyurur ki, 1400 il bundan qabaq Peyğəmbərimiz buyurur ki, elmi öyrənin, hətta Çində də olmuş olsa da belə. Bəs Peyğəmbərimizin bu hədisini sizin nəzərinizə çatdırdıq. Bu verilişimizdə böyük alimlərimizdən biri Şeyx Əbdülhüseyn Lənkərani barəsində istəyirəm neçə dəqiqə söhbət edim. Şeyx Əbdülhüseyn Lənkərani 1910-cu ildə Lənkəranın Dağbulaq dağının ətəyində yerləşən Yel Ağaclı kəndində dünyaya gəlmiş. Uşaqlıq dövrünü bu kəndə yaxın olan Yazıqrah və yaxud Şıxlı deyilən kənddə keçirdi uşaqlıq dövrlərini. O öz kəndində olan, yəni alimlərdən hesab olunan Şeyx Əli öz dayısı idi. Ondan Quran, yəni və təcvidi öyrənir, Quranın qiraətini və təcvidi öyrənir və dayısı rəhmətə getdikdən sonra o məntəqədə olan, yəni öz məntəqəsində olan alimlərdən ərəb ədəbiyyatının müqəddimat hissəsini, yəni ibtidai hissəsini öyrənir. Sonra isə deməli 18 yaşında 1927-ci ildə İrana, o zamanlar yəni Azərbaycanda İslam elmlərinin yüksək səviyyədə
təhsil öyrənmək mümkün olmadığına görə İrana gəlir. Ərdəbil şəhərində sakin olur. Ərdəbildə Molla İbrahim deyilən mədrəsədə orada yaşayır, orada qalır və İslam elmlərini öyrənməklə məşğul olur. Demək olar ki, bu alim 18 yaşında bura gəlir, 10 il Ərdəbildə yaşayır. Bu şəhərin böyük alimlərindən Şeyx Həsən Ağa Tahiri və Mirzə İbrahim Kələntəri adlı şəxsdən ərəb dilinin ərəb ədəbiyyatının, yəni ali dərəcələrini öyrənir və eləcə də fiqh, üsul və digər elmləri bu şəhərdə tez bir zamanda çox çətinliklərə sinə gəldikdən sonra öyrənib mənimsəyir və özü də artıq bu şəhərdə dərs deyir, bu şəhərin müdərrislərindən hesab olunur. Gün ərzində öz xatirələrində dediyinə əsasən gün ərzində ərəb ədəbiyyatından, yəni müqəddimə elmlərindən və Məkasib kitabını da, yəni fiqh elmində olan Məkasib kitabını da dərs deyir. Gün ərzində 6 saat dərs deyir tələbələrə. Bu 6 saatdan 2 dərsi sübh azanından qabaq olur. Yəni bu şəxs Ərdəbildə məşhurlaşır və o zaman da təsadüf edir, İranın şahlarından olan Rıza xanın dövrünə təsadüf edir. Çox çətin bir zaman olur. O çətin dövrlərdə Şeyx Əbdülhüseyn Lənkərani yaşayır, Ərdəbildə yaşayır, fəaliyyət göstərir. Hətta ictimai fəaliyyətini də dayandırmır, cavanlar cəmiyyətini yaradır və onlarla müxtəlif iclaslar keçirdir və onlara lazımlı məlumatları verir. İslamın aradan getmək xətərinin qarşısını almaq üçün onlara lazımlı göstərişlər göstərir və nəhayət və çətinliklər çəkir. Yəni doğrudan da belə olub. Tarix boyu bizim alimlərimiz elmi öyrənmək üçün qərblikdə zəhmətlər çəkirlər və bu alim də o cümlədən çətinlik görən alimlərdən olur. Əvvəllər Lənkərandan, yəni öz ana yurdundan ona hansısa öz gündəliyini keçirmək üçün pul göndərirlər, amma bir müddətdən sonra bu kəsilir, yəni hansısa səbəblərə görə kəsilir. Bəzi vaxtlar Şeyx Əbdülhüseyn Lənkərani öz ev əşyalarını satmaqla gündəlik güzaranını keçirdir. Və nəhayət 1938-ci ildə Rıza xan tərəfindən həbs olunur və İran vətəndaşı olmadığına görə və bu ölkədə o vaxtki dövrün hakimiyyətinin əleyhinə fəaliyyət göstərdiyinə görə sürgün olunur. İranın Semnan vilayətinə sürgün olunur və orada yaşayır. 1940-cı ildə isə Semnan məntəqəsindən, vilayətindən Zəncan şəhərinə sürgün olunur. Semnanda qaldığı müddətdə fəaliyyət göstərir, mədrəsələrdə, o şəhərdə olan mədrəsələrdə dərs deyir, Şah məscidində cəmaət namazı qılır və İslam dininin təbliği ilə məşğul olur. Bu şəhərdə Seyyid bir qadınla ailə qurur və o orada bir müddət yaşadıqdan sonra 1940-cı ildə Zəncan şəhərinə sürgün olunur. Zəncan şəhərinə gəldikdə o müxtəlif dərslər verməklə yanaşı bu şəhərin böyük alimlərindən Ayətullah Şeyx Fəyyaz Zəncani və Ayətullah Seyyid Məhmud Zəncanidən yüksək səviyyəli elmlərindən İslam elminin ali elmlərini mənimsəyir və öz elmini daha da təkmilləşdirir. Eləcə də bu şəhərin hikmət və fəlsəfə ustadlarından olan Ayətullah Seyyid Əbülfəz Musəvi Zəncanidən bu elmləri öyrənir. 1961-ci ildə gəlir Qum şəhərinə. Qum şəhərində Ayətullah Seyyid Hüccət Kuh Kəmərinin elmindən istifadə edir. Seyyid Məhəmməd Kuh Kəməri dünyasını dəyişdikdən sonra Ayətullah Buruzidinin elmindən, yəni fiqh və usul xaric hissəsindən istifadə edir və 1961-ci ildə Ayətullah Buruzidi də dünyasını dəyişdikdən sonra o şəhər, demək olar Qum şəhərinin böyük alimlərindən, müctəhidlərindən hesab olunur.
cavanlıqda Semnan şəhərində, Semnan məntəqəsində yaşadığı xoş xatirələrini və o şəhərdə tanışdığına görə Mələ məsləhət bilir 1961-ci ildə Semnan şəhərinə köçür və orada İslamın təbliği ilə, tədrisi ilə məşğul olur və orada 1980-cı ilə qədər bu şəhərdə yaşayır. Və indi də bu alimimiz sağdır, özünün qocalıq dövrünü keçirdir və Qum şəhərinin qoca fəqihlərindən hesab olunur. Allah onun ömrünü uzun eləsin və Allah bu cür alimləri bizə çox görməsin inşallah. Və digər alimlərimizdən biri Azərbaycanın Bakı şəhərinin Maştağat kəndində dünyaya gəlmiş Ayətullah Seyid Mir Əbdülqəni adlı şəxsdir. Böyük alimlərdəndir, öz zamanının müctəhidlərindən olub, Maştağa kəndində dünyaya gəlib və cavan yaşlarında öz məntəqəsində, şəhərində müəyyən elmləri mənimsədikdən sonra, müqəddimə elmlərini mənimsədikdən sonra Nəcəf şəhərinə gedir və Nəcəf şəhərində 26 il qalır və müctəhidlik dərəcəsinə çatdıqdan sonra öz vətəninə qayıdır. Çox çəkmədən onun adı İslam dünyasının məfaxirləri, yəni iftixarlı şəxsiyyətləri arasında onun adı hallanır və bundan sonra o Azərbaycanda və bütün Qafqazda məşhurlaşır. Hər tərəfdən, bütün şəhərlərdən Seyyid Mir Əbdülqəni, Ayətullah Seyyid Mir Əbdülqəninin hüzuruna gəlirlər və öz suallarına cavab tapmaq üçün bu alimdən bəhrələnirlər və bu alim də elmin sirlərini, gözəlliklərini insanlara çatdırır və İslam dinini təbliğ ilə məşğul olur. Bu alimimizin xanımı və anası ərəb olub. Yəni o vaxtlar hansısa orada yaşadığı dövrdə və atası da ərəb bir qadınla ailə qurdu. Anası ərəb və eləcə də yoldaşı da ərəb idi. Onu ərəb ölkələrindən çox yerlərə dəvət edirlər. Amma Ayətullah Mir Əbdülqəni Badukubi bu dəvətlərin heç birini qəbul etmir və öz vətənində təbliğlə məşğul olur. Yeri gəlmişkən bu alimin qardaşı Mir Vahab, Seyyid Mir Vahab da zamanənin böyük alimlərindən idi. Böyük milyonçu Hacı Zeynalabdin Tağıyev bu alimdən, yəni Seyyid Mir Vahabdan xahiş edir ki, ona İslam hökmlərini açıqlasın günün hansısa saatlarında. O da bu hacının necə deyirlər, bu təklifini rədd etmir və ona İslam hökmlərinin bəyan edir və əhkam, yəni şəri hökmləri onun üçün gündəlik bəzi vaxtlar gedib onun üçün bəyan edir. Eləcə də o, yəni Seyyid Mir Əbdülqəninin qardaşı Seyyid Mir Vahab o zamanlar Qazılar Şurasının başçısı idi, bu vəzifəni yerinə yetirirdi. Seyyid Mir Əbdülqəni çox fəzilətli bir alim olur. Yəni onun kəramətlərindən də mən istərdim burada sizin üçün bəyan edeyim. Kənd ağsaqqalı, yəni Məştağanın kənd ağsaqqalı olan Seyyid Rəsulun dediyinə görə, o vaxt dərk eləyib onu görüb, dediyinə görə çox əzəmətli bir adam imiş, bəlkə də kimdənsə eşidib. Amma hər halda bu hadisə Məştağanın el ağsaqqalı olan Seyyid Rəsuldan çatıb yazılıb, yəni qeyd olunub. Deyir, o elə bir əzəmətli bir adam idi ki, Seyyid Mir Əbdülqəni hər adam özünə cürət vermirdi, getsin ondan nəsə soruşsun. Yəni belə bir əzəmətli bir adam idi. Deyir, o dövrlər quraqlıq bir dövr idi, neçə vaxt idi, yağış yağmırdı, əkin vaxtı olduğuna görə cəmaət çox çətinlik içində idilər. Belə qərara gəlirlər ki, getsinlər bu məsələni həll etmək üçün, bu çətinlikdən çıxmaq üçün Ayətullah Seyyid Mir Əbdülqəniyə müraciət etsinlər və o yağış namazı qılsın və dua etsin və cəmaata Allahın rəhməti yağış gəlsin. Onlar bu alimin huzuruna gedirlər və alim də inşallah deyərək onlara söz verir ki, mən bu işi yerinə yetirərəm.
Seyid Rəsul, yəni Ağsaqqal Seyid Rəsulun dediyinə görə Maşdağada indi yəni bir nömrəli məktəbin arxa tərəfində bir hündürlük var imiş. Bu alim Seyyid Mir Əbdülqəni ora gedir və orada o hündürlükdə 2 rükət namaz qılır. Cəmaət də onun arxasında dayanırlar və dua edir və Allahdan yağış istəyir və insanların çətinlikdən çıxmasını istəyir. Deyir, bu alim namaz qılıb dua etdikdən sonra öz yerindən qalxmazdan əvvəl Nərdaran tərəfdən, yəni Məşdağa kəndinə yaxın olan Nərdaran kəndi tərəfdən bir qaraltı görükür, qara bulud görükür. Və bununla da yağış yağır və insanlar çətinlikdən çıxırlar. Və bu alimin haqqında, bu tək belə bu alim deyil, digər alimlərimizin də bu neyi çatdırır? Bu alimin Allah dərgahında nə qədər məqamı olmasını çatdırır ki, dua etməyi ilə yağış nazil olub. 1912-ci ildə bu alim dünyasını dəyişib, Cümə məscidi, indi də elə fəaliyyətdədir, Cümə məscidinin minarəsinin yaxınlığında dəfn olunur və 1937-ci ildə Stalin rejimi vaxtda bu məscidin minarəsi dağıtmaq qərarı verilir. Minarə dağıdılan zaman kənd cəmaatı qəbri zərər yetməsinin qarşısını almaq üçün onun qəbrini Əli Baba qəbristanlığında, Əli Baba türbəsinin yaxınlığında dəfn edirlər və qəbri nurla dolsun. Allah bu cür alimlərimizi öz rəhmətinə qovuşdursun və bizə kömək olsun ki, belə alimlərimizdən qədirdanlıq eləyək və bugünkü gündə də İslam dünyasının müxtəlif yerlərində təhsil ocaqlarında təhsil alan qardaşlarımıza da ömrünə bərəkət versin və Allahdan istəyirəm ki, izzət əzəmətinə xatir bu İslam alimləri, təhsil alan İslam alimləri tezliklə Azərbaycanımıza qayıtsınlar və Azərbaycanın millətimizi İslam maarifi ilə tanış etsinlər. Allah hamımıza kömək olsun, Allah hamımıza əcr versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və